Temudan elə bir alışveriş eləmişəm ki, tam belə yay abu-havalı, dəniz abu-havalı bir alışveriş olub. Başlayaq bir göstərməyə. Baxın, belə bir topuqlu sandaletlərdir. Çox bəyəndim həqiqətən. Çox gözəl, ayaqda duruş və s. Çox ürəyimcə oldu. Belə bir şeylər, bunu bilirsiniz ki, çox dəbdədir. Haydi. Hə, vuraram. Çok ayrı olacaq. Heç kimə lazım olmayacaq. Hə, belə bir şey. 3 dənədir, bu renkləri də var. Məncə çox qəşəngdir. Burada belə sus video çəkirəm. Burada belə saç klipsləri var. Alisa ətrindən o qədər qurub ki, ilk ümrayən birdir. Baxın, belə saç klipsləridir. Makyaj falan eləyəndə, saçı önünə vuranda mənim çox yaxşı olur. Saçda iz qalmır da bu klipslər sayəsində. Bu belə şunlar da yayda çox lazım olur. Bu ikiyim. Burada belə boynun trendi olan saç bandanası var. Size göstərim. Saç bandanası da deyirəm. Bunu həm saça, həm də ki belə bağlamaq olar. Nə bilim, istədiyiniz kimi kombinləmək olar. İndi elə belə bağlayayım sırf sizə göstərmək üçün. Belə bir şey. Zaten bilirsiniz, Instagram, Pinterest hamısı bundandır. Dedim, məndə niyə olmaz. Orada məndə bir xasiyyət var. Çox adam deyir. Mən məsələn bir şey modda olsa belə xoşlamam və s. Modda olan şeyi mən əvvəl-axır xoşlayıram. Yəni ilk moda düşəndə nə qədər desəm ki, bu nə mənasız bir şeydir, qəşəng deyil və s. Mən o zamanla çox xoşlayıram. Yəni heç də yalandan deyə bilməyəcəm ki, yox, mən bu xoşuma gəlir. Yox, xoşlayıram. Belə tapçıqalardır. Bunların görünüşü çox qəşəngdir. Burada da bu tipdə var, amma belə qəşəng materialda, qəşəng görünümdə olanı ya qiyməti biraz yüksəkdir, ya da ki yoxdur. Buna görə düşünürəm ki, bunu da çox yaxşı almışam. Sonra belə bir aksesuardır. İndi yay üçün çox qəşəngdir, renklidir. Sonra kupalnik. Bu kupalnikin üstünün toru. Mamanın. Görək geyinə bilsin mi? Belə bir şeydir. Gözəldir. Bu isə indi gəlirəm ən favori məhsuluma. Yəni buna baxın. Görün nə gözəldir. Renk ayrı gözəl, paltar ayrı gözəl. Çox qəşəngdir də. Belə görmezsiniz siz. Biraz bura gəlin. Baxın belə uzundur. Yox. Arxasında zamoklandı, amma düşünürəm ki, bu mənə böyük olacaq. İşte bu da belə getdi. Sonra uşaqlar üçün dənizdən çıxanda geyinmələrinə görə belə bir şey aldım. Sizin. Düşünürəm ki, bu çox ehtiyac olan bir şeydir. Çünki nə qədər əyinlərini dəyişsəm də, dəsmal atsam da çiyinlərində belə bir şey almaq ağlımdaydı. Axır ki, alabildiyim hər dəfə yaddan çıxırdı. Məsələn, aldım. Belə bir şeydir. Dənizdən çıxanda aksesuar var. Bu aksesuarları sizə ayrıca göstərəcəm. Baxın, məsələn, mən az öncə göstərdiyim paltarın altından iç geyimli elə bir şey geyinməsəm, görsənməsəm belə bir şey almışam. Temudan içində belə yapışdıran da var. Bilmirəm necədir. İlk dəfə yoxlayacağım. Belə bir keçici tatu almışam. Çox xoşuma gəlir. Ümumiyyətlə, mən tatu çox xoşlayıram. Düzdür, yoldaşımda belə, yəni inanmıram ki, icazə verər, hal-hazırda bəlkə nə vaxtsa. Amma belə özündə çox abartılı tatular, elə bir ki, qadının o incəliyini, zərifliyini öldürdüyünü düşünürəm. Amma belə zərif şeylər, yəni çox istərdim məndə olsun, daimi. Belə. Şimdi bu dəfəki alışverişim bu qədər dediyim kimi, kiçik aksesuar kimi şeylərdə sizə yöndə göstərəcəm ayrıca. Salam, bu mızmız kızı da götürüp gedirik dənizə. İndi gəlmişik buradan KFC alır, Xırdalandakı KFC-dən. Mən buradakı KFC-ni çox bəyənirəm. Ümumiyyətlə o dəniz kənarında verilən yeməklər niyəsə heç dadlı olmur. Toyuqları falan tam bişmir, nə bilim. Yəni heç cür xoşlaya bilmirəm də oradakı yeməkləri yeyə bilmirəm. Ona görə məcburən ya evdən nəsə olmaz, ya evdən nəsə məcburən hazırlayıb aparıram. Ya da ki belə hazır alırıq da buralardan. Balıq da heç xoşlamıram, yəni o sırf orada olanlar. Nəsə mənə bəlkə də yaxşıdır. Nəsə mənə ya tam bişmiş, ya tam təmiz. Nəsə o deyil də yəni. Hə, ona görə dedim mən yaxşısı bu dəfə KFC alaqmışıq gedib almağa. İndi bizə gedirik dənizə. Evdən çıxana kimi artıq saat 16:34-dür. Yenə də çox gecikirik. Mən bir dəfə normal vaxtında gedib, normal günəşin qızmar saatında çimə bilmədim bu il. Heç keçən ildə, yəni normal vaxtda getmək mümkün deyil.
ata-bala evdən o qədər lək çıxırlar ki, mən onların əksinə o qədər iş görürəm, o qədər hazırlığı görən hamısı mənəm, hamısını eləyən mənəm, amma hamıdan tez hazır olan mənəm. Bunlar isə hamıdan geç hazır olurlar. Bu minnoş kız və onun bacışkası. Arkada hanı bacışko? Bundan olan bütün burçlar belədir görəsən, yoxsa mən beləyəm, xərçəng bürcəyəm deyə mən sudan çıxmıram. Dənizə gedəndə həqiqətən sözün əsl mənasında sudan çıxmaq istəmirəm. O qədər çox sevirəm ki, dənizi. Gələcəkdəki xəyallarımdan biri də odur ki, dəniz kənarında bir balaca evim olsun və mən hər gün piyada dəniz kənarında gəzə bilim. Səhər saat 5-də 6-da deyirəm ha. Bu arada videomu like edib yorum yazsanız və kanala abunə deyilsinizsə abunə olsanız məni çox həvəsləndirmiş olarsınız. Hələlik.